Deməli, gəldik çatdıq adjektiv, yəni sifətlərə. Biz hələ A1 səviyyəsindəyik. Baxın, bunun önəmini başa düşün ki, A1 səviyyəsi əslində kurslarda heç cümlə qura bilən insanlar olmurlar. A1 səviyyəsindəki insanlar belə də hərf birləşmələri öyrənirlər, oxumağı öyrənirlər, bəzi sözləri öyrənirlər. Siz A1 səviyyəsində artıq cümlə qura bilirsiniz. Bu sifətlər sizə kömək eləyəcək ki, artıq hava haqqında və s. kimi məsələlərdə də proqnoz verə biləsiniz. Ya da özünüz haqqında, hissləriniz haqqında, növbəti mövzularda yəqin ki, aşağılarda görürsünüz, çox maraqlı mövzular var. Onları deyə bilməniz üçündür. Bu sifətlər, aşağıda gördüyünüz sözlər daha çox hava ilə əlaqəlidir. İşte yağışlı, tufanlı, nə bilim, günəşli, buludlu və s. Və onlar, bax, biz bir sözlə ifadə edirik, deyirik ki, yağışlıdır. Bir dənə söz. Onlar deyirlər ki, it's rainy. Yəni, hava yağışlıdır, bütöv demiş oldular. Yəni, it's nə vaxt deyirik ki, it's a cup. Bu fincandır da. Amma it's rainy deyəndə də eyni strukturdan istifadə edirlər. It is və həmin o sifəti qoyurlar. Artıq havanı deyə bilmiş olursunuz. Çox bəsitdir. Sadəcə ingilis dilini qəlizləşdirən insanların beyinləridir. Deməli, sözləri, cümlələri yaxşı şəkildə təkrar edirsiniz. Tekstləri mütləq şəkildə oxuyun, əzbərləməyə çalışın və dinləmələri ciddi şəkildə eləyin. Cümlələrdə yenə o sözlər, o strukturlar hamısı istifadə olunub, möhtəşəmdir. Yenə aşağıda biraz yazı tapşırıq olacaq, onu da yazmağa çalışın. Növbəti mövzuda bir yerdə görüşərik. Özünüzə yaxşı baxın.